Ayrı vətən oğlu, ayrı qəflətdən. Ne için çəkməlidir ürəklər həsrət? Düşmən bura hücum çəkərsə birdən Xəzərə tökülməlidir bütün bu millət. Torpaq anamızdır deyən oğullar. Bugün torpağımız düşmən oylağı. Torpaq anamızsa belə dərd olar, axı tapdalanır ana yaylığı. Zaman öz işində, öz gücündədir. Fələgin xarına halı toxuyur. Torpağı düşmənə qoyub gələnlər bugün bazarlarda meydan oxuyur. 20% talan ölkənin. Ölkələr içində yalan ölkənin. Balaları çadırda qalan ölkənin ürəyi 5 yerə dağlansın gerək. Ağdamda itirdi olan hörməti. Erməni tapdadı abrunun isməti, müsəlman olmağın bizim millətin çəkilib tək-bətək yoxlansın gerək. Ha yazaq, ha deyək, nədir ki fayda? Pozulur günü gündən qanunlu qayda, hərraza qoyulub qızımız Dubayda, papaq bazarımız bağlansın gerək. Hələ zülüm çəkər bu torpaq, bu daş. Görünmür bizlərsə nə dost, nə sirdaş. Millətin gününə eyvaz, qardaş. Adamın ağlı gəlir ki, ağlansın gerək. Bunun kitabı bağlansın gerək, bu bağlanmış. Mənim bir daha, birinci dəfə deyib bu kətdə toyda olurum. Ancaq belə çox keçmişəm bu kəndi. Maşınla, üzümçülük olan vaxtı da çox gəlib gezmişəm bura. Ömrümün 24 ilini də sürücü işləmişəm. 14 yaşımdan da şeir yazmışam. Azərbaycan Gəzlər qəzetində də, bəzi nəşriyyatlarda da 2 kitabın, 4 diskin müəllifiyəm. Fəxr edirəm Şirvanlı olmağım. Çünki Şirvanın bir üzü Dərbətdədir, bir üzü Səlyandır. Siyəzən də Şirvan torpağıdır, Xızı da Şirvan torpağıdır. Bunu heç bir oğul dana bilməz, haqqı da yoxdur oğlanın. Bizim böyük dahi şairimiz Xəqani Şirvani dəvəsi Şabran şəhərinin 11 türmələrində zülüm çəkir. Bu haqdır, bu ədalətdir, bunu heç kim dana da bilməz. Yəni haqqımız da yoxdur. Mən Allah Teala'dan bu kəndə həmişə toylar arzulayıram, şadlıqlar arzulayıram. Ən aşağısı heç olmasa ad günü olsun, hələ belə yiyibsin, belə bir qonaqlıq olsun, ancaq kef olsun. Qəmdən uzaq eləsin bu milləti. Bəs də adam nə qədər qəm çəkər? Verildi Göyçəmiz, verildi Təbriz. Verildi gör nə cür ellər obalar. Zəngəzur ömürlük böyük dərdimiz, qəbirdə gör-bu-gör olub babalar. Satılıb borçalıyıb, paylanıb kənd-kənd. Bu faydan kimlərsə götürdü fayda. Gözləri yollarda ağlayır Dərbənd, dərdi qaya boyda, dərdi dağ boyda. Fələyin zülmü bəs elər, yetər. Güdaza veribdi həmişə mərdi. Xirası meylə xatından betər, Xocalı müsibəti, Xocalı dərdi. Analar ağlayıb yolanda saçına, kimlərsə toylarda yallı gedirdi. Qumara qoyulan günü qubatdılasın, kimsə çamadanlı pullu yedirdi. O vaxt Ağdam qalxdı düşmənə qarşı. Birisi örfək atdı ayaqlar altda. Bugünsə örfəksiz qalan o başı qız gəlini qoydu ayaqlar altda. Hələ uşaqlıqdan eşitmişdim mən. Ağdam esyerini yıxardı Ağdar. Sizinlə onsuz da eyni dəhdiyəm, bəs nə oldu axı ay Ağdamlıda? Kimlərsə başına qoydu əlini, kimlərinsə başı qapaz apardı. Zəngilan köşəndə neçə gələni qucağı qundaqlı araz apardı. Hələ ürək yanır deyə bilmirəm. Hələ çox yanacağıq, alışacağıq. Bu ildə o torpaqları ala bilməsək, hansı cahillikdən danışacağıq? Satdıq Qarabağı dəgərdəyimizə. Satanı biz olduq, alan erməni. İndi oğul istəyirəm bu dərdə dözə. Torpağı eləyir talan erməni. Satanı biz olduq, ata, alan erməni.
çoxlu o qədər fikirləşdik, dərdi qəmimiz itdi dünyadan. Güya kam almışıq, bitdi dünyadan. Bilsən nə qədər oğullar getdi dünyadan. Yenə də yanacağıq, alışacağıq. Bu il torpaqları ala bilməsə, qardaş, biz sabah neydən danışacağıq? Sönürük, bugün hələ varıq biz. Güya təmiz oğlanlarıq biz. Bu körpələrin qabağında utanırıq biz. Sən bularsın, nə danışacağıq? Hələ çox yanacağıq, alışacağıq. Getdi onlar da, necə ki Təbriz getdi. Neçə obamız, neçə elimiz getdi. Borçalı cəhənnəmə o dərbəndimiz getdi. De görüm ay qardaşım, biz bundan sonra yenə də yanıb alışacağıq. Və bəs də yandıq, qutardıq. Sabah neydən danışacağıq? Allah hamımızın canı sağ eləsin. Öpürəm sizi bir qardaşımız kimi, bir el oğlu kimi. Belə götürəmdə 36 kilometrdir dağla, elə piyada da geçsəm çataram, nə burada da qalaltardadır ki. Mən bütün Şirvanın bağrına basıram. Başda Şamaxı olmaq şəhərçilər. Çünki Şamaxı hələ belə şəhərdir, Şamaxı hələ belə vilayətdir, Şamaxı Azərbaycan paytaxtı olur. Bəli, Qəbələdir, Şamaxıdır. Bunlar bizim canımız, cigərimizdir, bəli qardaş. O zonada Quba quberniyası olub, onda nə siyasi olub, nə vədəvəsi olub, nə Qasımız, elə bir daha Quba olub. Burada Şamaxı olub, o yandan həm Şəki olub, o yandan həm Bakı olub, bax beləcimiz. Hamımızı bir qardaşım bağrıma basıram. Allah bu toy mübarəklərdən eləsin. Gələn il mən Ərsavad müəllimi quzağında imin Ruslanın balası görmək arzusuna ayrılıram sizdən. Sağ olun, var olun. Çox sağ olun.